Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 57 və 58-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Ümumiləşdirici tapşırıqlar. 1. Boş xanalara uyğun ədədləri yaz. 0,8 ton çıxılsın 600 kiloqram bərabərdir 200 kiloqram. 1,7-də 3 həftə bərabərdir 10 gün. 420 dəqiqə çıxılsın 6-da 5 saat bərabərdir 370 dəqiqə. 0,6 litr üstəgəl 300 millilitr bərabərdir 0,9 litr. 15 il üstəgəl 1 əsr bərabərdir 115 il. 28 ay üstəgəl 1 il bərabərdir 40 ay. 2. Müqayisə et. 0,1 kiloqram böyükdür 90 qram. 400 gün kiçikdir 1 il 100 gün. 1,4-də 3 gün böyükdür 40 saat. 1,4-də 3 gün 42 günə bərabərdir. 42 saata bərabərdir. 2,5-də 1 saat bərabərdir 7920 saniyə. Bunun həlli belədir. 2 vurulsun 60 deyəli 60 bölünsün 5 bərabərdir 132. Digəri isə 7920 bölünsün 60 bərabərdir 132. 2 kilometr üstəgəl 300 metr böyükdür 1 kilometr 300 metr. 1 litr üstəgəl 500 millilitr kiçikdir 1,8 litr. C. Təqvimə əsasən suallara cavablandır. A. Yanvarın 17-sindən 2 həftə sonra ayın hansı ayın neçəsi olar? 31 olacaq. B. Fevralın 5-dən 10 gün əvvəl ayın neçəsi idi? Yanvarın 26-sı. C. Fevralın 28-dən neçə gün sonra 14.03.2022 tarixi oldu 14 gün. 4. Suallara cavablandır. A. Kvadratın perimetri tərəfləri 12 sm olan beşbucaqlının perimetrinə bərabərdir. Bu kvadratın sahəsi nə qədərdir? 12 vurulsun 5 bərabərdir 60. 60 bölünsün 4 bərabərdir 15. 15 vur 15 bərabərdir 225 sm. 225 kvadrat santimetr. A-da cavab 225 kvadrat santimetrdir. B. Perimetri 26 sm olan düzbucaqlarının tərəflərindən biri 4 sm-dir. Sahəsi bu düzbucaqlının sahəsinə bərabər olan kvadratın perimetri nə qədərdir? 26 böl 2 bərabərdir 13. 4 vurulsun 9 bərabərdir 36. 6 vur 4 24. 13 çıxılsın 4 bərabərdir 9. B'də cavab 24 santimetrdir. B. Dolab 2 kuboid və 5 kub formalı rəfdən ibarətdir. Kub formalı kiçik rəfin hündürlüyü 30 santimetrə bərabərdir. Dolabın hazırlandığı taxtanın qalınlığını nəzərə almadan suallara cavab ver. Dolabın hündürlüyü neçə santimetrdir? 30 deyil 60 bərabərdir 90 santimetr. Dolabın həcmi nə qədərdir? 9 vurulsun 9 vurulsun 3 bərabərdir 243. İkinci sualın cavabı 243 kub desimetrdir. Keçək səhifə 58-ə. Keçdik səhifə 58-ə. 6. Füzuli şəhəri 2020-ci il oktyabr ayının 17-sində işğaldan azad olundu. 2021-ci il yanvar ayının 14-də hava limanının təməli qoyuldu. 2021-ci il oktyabrın 26-sında isə Füzuli hava limanının rəsmi açılışı oldu. İşğaldan azad olduqdan təqribən neçə ay sonra hava limanının təməli qoyuldu? 3 ay. Füzuli hava limanının rəsmi açılışı Füzuli şəhəri
işğaldan azad olunduqda neçə gün sonra baş tutdu? 365 deyil 9 bərabərdir 374. Cavab 374. 7. Anar uzunluğu 1000 metr olan yolun 5'te 1 hissəsini 5 dəqiqəyə, 5'te 2 hissəsini 8 dəqiqəyə, qalan yolu isə 4 dəqiqəyə getdi. Yol boyu onun sürəti ən çox nə qədər oldu? 1000 bölü 5 bərabərdir 200, 200 bölü 5 bərabərdir 40, 1000 bölü 5 vur 2 bərabərdir 400, 400 bölü 8 bərabərdir 50, 1000 çıxılsın mötərizə 200 üstəgəl 400, mötərizə bağlandı bərabərdir 400. 400 bölü 4 bərabərdir 100, cavab 100. 8. Avtobus saat 07:15-də A şəhərindən yola düşdü. O, 80 km bölünsün saat sürətlə 1 saat getdikdən sonra sürətini 10 km bölü saat artırıb yoluna davam etdi. Avtobus saat 11:15-də B şəhərinə çatdı. A və B şəhərləri arasındakı məsafə nə qədərdir? 80 üstəgəl 10 bərabərdir 90. 11:15 çıxılsın 8:15 bərabərdir 3. 3 vur 90, 90 bərabərdir 270. 270 də 80 bərabərdir 350. Cavab 350 kilometr. 9. Cədvələ əsasən suallara cavab ver. Samir anardan nə qədər hündürdür? 141 çıxılsın 130 bərabərdir 11 sm. Samirin kütləsi anarın kütləsindən nə qədər çoxdur? 38.600 çıxılsın 35.300 bərabərdir 3300 qram. Anar Samirdən neçə ay böyükdür? 12 üstəgəl 1 bərabərdir 13 ay. Özün haqqında məlumatı cədvələ əlavə et. Bir neçə sual tərtib edib cavablandır. Özünüz haqqında yazacaqsınız. Mən özüm haqqında yazdıqlarımı oxuyacağam. Adı Mətin. Təvəllüdü 16-10-2016, yəni oktyabrın 16-sı 2016-cı il. Kütləsi 28,7 kiloqram, boyu 130 sm. 1. Anar neçənci ildə doğulub? 2012-2011-ci ildə. 2. Samirin boyu neçə santimetrdir? 141 santimetrdir. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.